İndi kiminsə yaxın adamı vəfat edir. Qohumu, əqrabası, dostu, iş yoldaşı mütləq onun dəfninə gedir. Onun yasına gedir. O ailənin dərdinə şərik olur. Ama burada Azərbaycan xalqına təcavüz edilibdir. Xalqımız şəhidlər veribdir. Millət, xalq birləşib şəhidləri son mənzilə aparırlar. Ancaq Azərbaycanın rəhbərləri bundan kənardadırlar. Qaçıb, gizləniblər. Elə bu faktın özü çok aydın ve aşkar gösterir kim kimdir. Onda ben Moskvada da değildim. Moskvadan kenarda xəstəydim. Sanatoriyadaydım. Barmila sanatoriyasındaydım. Akşam ki bunu eşittim. Gece ile geldim Moskvaya. Geldim eve. Uşaqlarım, oğlum İlham, kızım Sevil. Dedim ki ben gedirəm oraya. Bunlar bildilər ki, bu təhlükəlidir mənim üçün və mənim ətrafımda olan vəziyyəti də bunlar bilirdilər. Oğlum dedi, yox, mən də gedirəm. Hətta qızın uşaqlarını qoy demə, dedi ki, mən də gedirəm. Yaxşı ki, o vaxt kimsə onu lent alıb da, o lent var orada. Mən gəlirəm oğlumla, qızımla və gəldim orada. Sözümü də dedim, münasibətimi də bildirdim.